Herkese salam. Bugün qərar aldım ki, belə balaca ölçüdə, ağac ölçüsündə bir kətanım var. Bunu dəyərləndirim. Narlar işləyim üzərinə. Çoxdan da istəyirdim işləmək. Təəssüf ki, vaxtım olmurdu. Bundan əvvəlki videoda bir neçə dənə rəssamlığa dair suallar gəldiyi üçün əsasda ilkin başlayanlara nə məsləhət görürsünüz, necə başlaya bilərlər, hardan başlaya bilərlər kimi suallar çox aldığım üçün indi əsas biraz da maarifləndirici mövzular haqqında danışmaq istəyirəm. Hansı növ boyalardan başlaya bilərsiniz, nələr istifadə edə bilərsiniz, nələrdən başlaya bilərsiniz deyə. Amma öncə demək istəyirəm ki, hardasa nə isə bir şey söz yarım çox qalsa və yaxud da ki, hər hansı bir fikir düzgün çatdıra bilməsəm, nəzərə alın ki, həm kameradan birbaşa çəkib, həm də birbaşa hamısı haqqında ayrı-ayrı məlumat vermək çox çətindir. Qıraqdan nə qədər asan görünsə də. Yaxud da boya seçərkən nələrə diqqət etməlisiniz? Əsas burada önəmli nüanslar nədir? Kətan seçərkən hansı materialda istifadə etməlisiniz? Hansı ölçüdən başlaya bilərsiniz? Nəyi işləsəz daha tez nəticə əldə edə bilərsiniz? Kimi sualları cavablandıracağam. Öncəliklə qeyd edim ki, əgər rəssam deyilsinizsə və yaxud da yeni başlayırsınızsa, sadəcə həvəskar olaraq işləmək istəyirsinizsə, öz görmə qabiliyyətinizi artırmağa diqqət etməlisiniz. Görmə qabiliyyətinizin artması üçün də ilkin növbədə qara qələmlə işə başlamalısınız. Natürmortlardan başlamalısınız. Daha doğrusu fiqurlardan başlayıb natürmortlara keçid edib akvarel, daha sonra yağlı boyaya keçmək sizin görmə qabiliyyətinizi artırmaqda daha çox kömək eləyəcək. Burada kiçik nüanslar var. Onları artıq dərslərə gedərək, kurslara gedərək, dərslərə gedərək artıra bilərsiniz. Yəni bu sizin evdə oturub sadəcə öz YouTube'dan və sair videolara baxmaqla öyrənə biləcəyiniz bir şey deyil. Mütləq şəkildə peşəkar dərslər almalısınız, peşəkar müəllimlərdən və yaxud da peşəkar rəssamlardan. Sadəcə mən burada sizə izah eləyəcəyim şey tablo işləyərkən. Çünki elə insanlar var ki, sadəcə gedir tablo və yaxud da boya alır ki, mən evdə oturub özüm üçün vaxtımı səmərəli istifadə etmək istəyirəm, işləmək istəyirəm. Çox dərinli öyrənmək istəmir, sadəcə kiçik-kiçik belə tablolar yaratmaq istəyir. Onlar üçün məlumat verəcəm. Yenə də digərləri də müəyyən nüansları buradan düşünürəm ki, bu videodan əldə edib öyrənə bilərlər. Öncəliklə başlayaq kətanın materialından. Mən arxası belə rəngli kətanlardan istifadə edirəm. Baxın, əl vuranda da bilinir qalınlığı, ramkanın qalınlığı və s. Kətan materialını buradan görmək mümkündür. Bir çox yerlərdə belə kağıza bənzər kətanlar satılır. Buradan baxanda o tərəf görsənir. Onlar keyfiyyətsizdir və onların üzərində işlədiyiniz heç bir tablodan, heç bir əsərdən keyfiyyət gözləməyin. Çox zəif görüntü yaranacaq, çox qeyri-peşəkar görüntü verəcək sizə və heç də istədiyinizi əldə etməyəcəksiniz. Ən önəmli nüanslardan biri başlayanda kətanın materialını düzgün seçməkdir. Daha sonra əgər istəsəz, mən artıq 19 ildir rəssamlıqla məşğul olduğum üçün mənim əlimin altında hər cür ləvazimat var. Kətanın üzərinə bir qat belə qrunt çəkə bilərsiniz ki, markasına qədər göstərirəm, gedib alanda rahatlıqla tapa biləsiniz. Qrunt çəkə bilərsiniz ki, bu deyircəkli görüntüdən qurtula biləsiniz. Səthi onda daha hamar olur və boya daha yaxşı yayılır üzərində. Amma mən çox da sevmirəm qrunt effektini, nə yalan deyim. Belə işləmək mənim üçün daha rahat olur. Bir də bəzi rəsmlər var ki, onlar kölgənin də yerini əvvəlcədən belirləməyi məcbur edir insana. Ona görə burada qaraltıların yayılmaması üçün adi mağazalarda satılan saç spreylərindən çəkib bitirəndən sonra, sadəcə belə qara qələmlə çəkib bitirəndən sonra, hətta burada bir iki nüansı vermişəm. Bunlar bəzən daha tünd və kabuda eləmək məcburiyyətində qalırıq. Onların yayılmaması üçün belə sprey formasında vura bilərsiniz üzərindən. Daha yapışqan effekti versə də həm onların yayılmağının qarşısını alır, həm də boyanı daha yaxşı durur canına. İndi isə keçək boya markalarına. Mən demək olar ki, Sanet, Ladoga, daha sonra burada bir dənə də marka var idi, adını unuttum. Demək olar ki, bütün boyalardan istifadə etmişəm. Bu Mario. Ən çox satılan, ən ucuz boyalardan hər birindən istifadə etmişəm. İndi sizə hər birinin teksturası haqqında məlumat verəcəm. Harada tapa bilərsiniz, hansı uyğun qiymətlidir və yaxud da ki, münasib qiymətə keyfiyyətlidir. Bunların hamısı sizə məlumat verəcəm. Birinci başlamaq istəyirəm Masterclass brendindən. Hansı ki, rəng pigmentləri çox möhtəşəmdir, çox canlıdır. Boyası həm qatıdır, həm də yumuşaq teksturalıdır. Nəyə görə vurğuluram yumuşaq teksturalı olmağını? Ona görə bəzi boyalar var ki, məsələn, Sanet firmasının rəngli
teksturasını heç sevmirəm, çünki çox sərt bir teksturası var. Çox belə palçıq kimi qalır. Ona görə də onunla işləmək çox çətindir. Əgər yeni başlayırsınızsa, heç məsləhət görmürəm o firmadan istifadə etməyi. Masterclass-da isə ən çox pigmentasiyasını sevirəm. Məsələn, əgər bir desəz ki, hansı brendin, hansı markanın ağ rəngini istifadə edək. Məsələn, kəsinliklə sizə Masterclass-ı deyərəm. Məndə çoxdur artıq, sadəcə bilmirəm, digər boyasını hara qoymuşam, ağ boyasını. Digər markalarda da var təbii ki. Sadəcə bir dənə fərq var ki, bunu hansısa bir boya ilə qatanda digər boyanın pigmentasiyası ağ rəngi öldürür. Bütün markalarda öldürür. Məsəl üçün Ladoga'dır, Mario'dur, Sanet'dir, hər birində öldürür. Yeganə firma. Burada ağ rəngim var. Çox sevindim. Elə bilirdim. Yeganə firma Masterclass-dır ki, bu boya icazə vermir ki, onun pigmentini digər hansısa bir rəngli boya öldürsün və əgər sizə lazımdırsa ki, qarışdıranda ağ rəngi öz effektini itirməsin, mütləq şəkildə seçiminizi Masterclass-dan yana etməlisiniz. Keçək Ladoga'ya. Uyğun qiymətli və ən keyfiyyətli boyalardan biridir. Masterclass-a baxanda çox qiyməti uyğundur və rəng çeşidi çoxdur. Mən bunu 28-də Rəssamlıq Palitra deyə bir mağaza var. Kraskalarımı çox zaman oradan əldə edirəm. Orada belə dəhşət çoxdur seçim. Adam girəndə ora çıxmaq istəmir. Digər yerlərdə də var, amma ən çox rəng seçimi olan yer 28 mayda Qış Parkının yanında Rəssamlıq Palitra mağazasıdır. Keçək bunlara. Bunların pigmentasiyası Masterclass-a görə çox deyil. Amma rəng seçimi deyim, uyğun qiymətə görə deyim. Hətta müəyyən rəngləri var ki, Masterclass-dan da yaxşıdır. O cəhətdən, əgər ayrı-ayrı rənglər alacaqsınızsa, Ladoga firmasını məsləhət görərdim. Seçim edə bilərsiniz. Bir də ki, bəzi rənglər var ki, məsəl üçün, onları Masterclass-da tapırıq. Bəzi rənglər var ki, Ladoga'da tapırıq. Bunun heç bir fərqi yoxdur. Yeni başlayırsınızsa, Ladoga firmasından başlaya bilərsiniz. Həm çox yumuşaqdır, çox qatı deyil. İstifadə olunması rahatdır. Bir də qiyməti münasib qiymətlidir. Nəzərinizdə çatdırım. Keçək bu Mario firmasına. Baxın bu firma. Yeni başlayanlar üçün məsləhət görmürəm. Çünki effekti çox zəifdir ümumiyyətlə. Su tərkibli kimidir. Yağlı boyadır, amma sanki biraz tərkibində yağımı azdır. Teksturasını belə qəribə çox yumuşaqdır. Yağdan çox belə sulu kimidir, belə çox belə vıcıq belə qəribə bir effekti var. Mən bundan başlamışdım, amma çox səhv eləmişəm. Məsələn, indiki təcrübəmlə mən Masterclass-la və yaxud da Ladoga ilə başlayardım. Yəni sizə getsələr, mağazalarda təklif olunsa bu Mariolar, öz pulunuza heyfiniz gəlsin və qəti surətdə qaçın. Bir də qamma var. Bu da pis deyil, amma pigmentasiyası o qədər də güclü deyil. Yəni sizə buraxıram bu seçimi. Çox bir şey deyə bilməyəcəm, çünki məndə təkcə oxra rəngidir. Amma desəm ki, çox da razıyam. Yox, yəni pis deyil. Nə yaxşıdır, nə pisdir. Məndə belə balaca tubiklər də var. Belə balaca da çoxdur. Məsələn, Ladoga sonradan fərqli 2 dəst seçimi çıxartdı. Əvvəl bir seçim idi. Orada belə orta rənglər idi, hər kəsin istifadə edə biləcəyi. Daha sonra içində fosfor rəngli olan boyalar çıxartdı. Onu heç sevmirəm. Gedəndə diqqət edin. İçində bu siyana falan olanı seçin ki, sizə rahat olsun. İçində belə yaşıl rənglər, bu yaşıldı formasında yaşıl olan rəngli dəsti seçməyin. Məsləhət görmürəm. Bu qədər. Bir də bunu da göstərim. Əgər qızıl rəngdə kontur vermək istəyirsə, ümumiyyətlə konturlama işləyəcəksinizsə hər hansı bir detallarda bu konturdan istifadə edə bilərsiniz. Başqa nə qaldı burada sizə izah etmədiyim? Məncə hər birini izah etdim. Qalan seçim qalıb sizə. Ladoga'nın da ağ boyası, bu arada pigmentasiyası zəifdir. Məsəl üçün desəz ki, baxın, məndə ikisi də var. Bunu əgər çox ağartmaq istəmirəmsə, orada istifadə edirəm. Yox, əgər ağ bir effekt vermək istəyirəmsə, rəngi biraz daha açmaq istəyirəmsə, mütləq şəkildə Masterclass istifadə edirəm. Keçək bunlara. Mən Razbavitel Traynik, bir də bu Razbavitelin nömrə 1 versiyasında istifadə edirəm. Belə izah edeyim. Əgər yeni başlayırsınızsa, sizə maslanı məsləhət görürəm. Yağlı boyanın yağı satılır, məsləhət görürəm. Masla daha gec quruyur, ona görə rəngləri istədiyiniz kimi yaya
dəyişdirə və yaxud da silib yenidən düzəldə bilərsiniz. Trening nisbətən daha yapışqanlı və daha tez quruyur. Ona görə məsləhət yeni başlayanlara görmürəm. Çünki bununla sizin istədiyiniz effekti almaq biraz çətin olacaq. Bu boyanı yumaq üçündür. Fırçalarınızı zədələnmədən boyanı təmizləyəcək. Çox effektivdir. Bunu məsləhət görərdim sizə. Yəqin ki, artıq çox adam bilir, amma sırf məsəl üçün hardan başlayım, necə başlayım, yəni də bilməyənlər üçün bunu paylaşıram. Bu yağlı boyanı bitirəndən sonra, çəkib bitirəndən sonra, tam quruyandan sonra istifadə edə bilərsiniz. Lak kimi yox, lakdır, yəni yağlı boya üçündür. Bunun bir dənə pis nüansı var ki, əgər yeni quruyubsa yağlı boya, bunu çox aparıb gətirmək üstündə, çünki boyanı yayacaq. Yəni nə qədər qurusa da boyanı yayacaq. Gərək sadəcə 1-2 fırça zərbəsi ilə yayasınız ki, boyanı yaymasın. Keçək, burada var məndə fırça dəstləri. Məndə çoxdur dəstlər. Çalışın başlığı belə oval olan fırçalar alasınız. Çünki təkcə kvadrat almaq və yaxud da ki, ümumiyyətlə bu topuş fırçalardan çalışın, uzaq durun. Görün, məndə varsa indi sizə göstərəcəm. Hə, burada var. Yəni, mənim nəzərimdə bunlar heç bir şey yaramır. Heç nəyə effektli deyil. Nə akvarelə, görürsünüz, toz basıb işlətməkdən. Nə akvarelə, nə yağlı boya, nə quaşa falan heç birinə uyğun deyil. Çox adam bundan akvarel işləyir, amma məsləhət görmürəm. Əgər sırf yağlı boya işlədəcəksinizsə, belə başlıqları əldə eləməyə çalışın. Çünki həm rahatdır, həm də istənilən forma üçün rahat işləmək olar. Bunların kiçik ölçüləri də var. Burada hardasa 3-4 dənə fırça dəsti var məndə. Bir dənə alsaz bəsdir. Baxın, bu elə Mona Lisa gedir deyəsən, səhv eləmirəmsə adı. Həm də qiyməti də münasibdir. İndi orada ayrı-ayrı fırça çeşidləri var. Təbii tüklü fırçalar var, sintetik tüklü fırçalar var. Sintetik düz dedim, demədim, bilmirəm. Axır ki, orada siz dəqiqləşdirə bilərsiniz. Hətta atın tükündən əmələ gələn fırçalar var ki, qiymətləri mənə görə uyğun deyil. Əslində, istifadə edə bilərsiniz. İstəyən, məsəl üçün, gedib ala bilər. Amma onun effektini bunlarla da qayət rahat almaq mümkündür. Həm də ilkin başlayanlara məsləhət görmürəm. Nazik başlıqlı fırçalarda isə Sanet markasını istifadə edirəm. Belə üzərində nömrəli olanlardan 0, 1, 2, 3 deyə istifadə edirəm. Bunlar portretdə də çox yararlıdır və nisbətən gec xarab olur. Dəyərləndirə bilərsiniz. Vermək istəyirəm bu kiçik qabları. Belə balaca qablar ala bilərsiniz. Yağlı boyanı yumaq üçün və yaxud da yağınızı istifadə etmək üçün. Bir də ən önəmli nüanslardan biri, bizim millət çox sevir paletranı alan kimi strecin açmağı. Taxta olanda, dəqiq göstərim sizə. Buradan göstərəcəm, çıxartmayacaq. Bu paletranın bir hissəsidir. Taxta paletralarda streci çıxardanda boya, baxın, bu gözdən yaxınlaşdırım. Bunların arasına dolur. Və taxta yağı boyanın öz yağını falan içinə çəkir deyə istifadə etmək çox çətinləşir. Ümumiyyətlə, yaymaq, istifadə etmək, yəni bildiyiniz boyanı çəkir bu taxta. Ona görə çalışın ki, strecini çıxartmayasınız. Onsuz da strecini çıxardandan sonra da məcbur şəkildə streç eləyəcəksiniz. Bu üçün heç məsləhət görmürəm. Və yaxud da mağazalarda sırf bunun üçün şüşə paletralar satılır. Onlara üstünlük verə bilərsiniz ki, ən rahat oldu. Məndə bunu bir gülməli videoda olaraq çəkib paylaşmışam. Bəlkə də burada 10 dənə paletra var, amma yenə də özüm üçün keçən videoda da göstərdiyim o şüşədən istifadə edirəm. Əslində bu videoda istəyirdim elə işlənmə qaydasını da göstəreyim. Sadəcə mən videoları çox uzun tutmağı sevmirəm. Ona görə də işlənmə qaydasını, boyanı necə istifadə etmək lazımdır, nəyi nə qədər istifadə edə bilərsiniz, digər videoya çəkib paylaşacağım böyük ehtimal ki, qaranlıq qaldısa sualları yazın, sizə qaranlıq yerlər qalsa sualları yazın rəylərə, oradan cavablandıracağım və digər videoda da həmçinin səsli şəkildə ətraflı sizin üçün qeyd edəcəm.